Trump'ın 3 tələbi var idi İranla bağlı. 3 tələbi yerinə yetirməsə vuracağıq. Birinci, bəli, məşhur tələb İran uranı zənginləşdirilməsindən imtina etməlidir. Əlində olan zənginləşdirilmiş uranı da üçüncü dövlətlərdən birinə təhvil vermək. Bu bir. İkincisi, İran bölgədəki proksi qüvvələri, yəni sadə dillə bizə terrorçu silahlı qruplaşmaları maliyyə və hərbi dəstəkdən imtina etməlidir. Yəni Hizbullaha, Hamasa və tutaq ki, Husilərə. Bu ikinci. Üçüncü tələb də İran ballistik raket istehsalının miqyasını azaltmalı, uzaq mənzilli ballistik raket istehsalını ümumiyyətlə dayandırmalı ki, Amerika İsraili qorumaq istəyir. Bu üç tələbdən ikisi müzakirə olunmur. İran deyir, mən bu ikisini müzakirə etməyəcəm. Yəni ballistik raket məsələsi, bir də proksi qüvvələrə dəstək. Mən səninlə keçmişdə olduğu kimi ancaq uran zənginləşdirməsi mövzusunu müzakirə etməyə hazır biləm. Və bunların dediyi bir söz də var ki, mərhum ali dini liderlər Xomeyni və ondan sonra da Xamenei, yəni belə bir açıqlamaları var ki, İslam dövlətin nüvə silahı olan bu cür haramdır. Buna qərbdə heç kim inanmır. Heç kim də inanmaz. Çünki bir tərəfdən haram deyirsən, bir tərəfdən uranı elə bir həcmdə zənginləşdirirsən ki, tibbi məqsədlərlə deyil. Artıq bir hiss olunur ki, sən bundan başqa nəsə əldə etməyə çalışırsan. Həm də dini kitabların heç birində yazılmayıb ki, uranı zənginləşdirmək olmaz. Bəli. İndi o İslam dövlətinə gəlsə, ona qalsa Pakistan da İslam Respublikası, siz də qədər öncə xatır. Pakistan da İslam Respublikası, amma Pakistanın nüvə silahı var, özü anlaşılandır niyə var. Çünki Hindistanla münaqişə içindədir. Hindistanın varsa mütləq Pakistanın da olmalıdır. İran mühafizəkarlarının da məntiqi eynidir. Onlar nə düşünürlər? Haram desələr də, onlar düşünürlər ki, düşmənləri olan İsrailin nüvə silahı var. İsrail heç zaman bunu etiraf etmir, amma hamı bilir ki, İsrailin nüvə silahı var. İran deyir ki, əgər o düşmənimin nüvə silahı varsa, mənim də olmalıdır. Ona görə haram deməklə iş bitmir. Sən sübut etməlisən ki, həqiqətən bu haramdır və uran zənginləşdirməkdən imtina etməsin müəyyən həcmə qədər ki, ondan sülh məqsədləri istifadə. Amma hər dəfəsində müəyyən edir ki, sən o həcmi, miqyası artırırsan. Ona görə şübhə var. Ya da cəsarət tapıb ürəyin üzündə cəsarət tapıb deməlisən ki, onunki var, səninki var, mən də düzəldirəm. Amma cəsarət yox. Əslində son vaxtlar İran parlamentində mühafizəkar deputatlar açıq deməyə başladılar ki, biz nəyə gizlədirik? Biz nüvə silahımız olmalıdır, düşmənlərimizdən qorunmaq üçün. Yəni əslində bu tabunu da ortadan qaldırdılar ki, güya haramdır. Yəni artıq İran parlamentində bu fikirlər açıq səslənir. Ki, təhlükə var, bizim mütləq İran nüvə silahımız. Əgər düşünürlər ki, nüvə silahımız olsa, İsrail və Amerika İrana hücum etməyəcək. Qayıdırıq danışıqlarda real nəticə yoxdur. Uran zənginləşdirməsinə bağlı İran faktiki vaxt tutmağa çalışır. İndi Trump nə qərar verəcək, onu söyləmək çətindir. İsrail yenə də Amerikanı tələsdirir ki, siz o bir tələb müzakirə edirsiniz, amma ballistik raket və proksi məsələlərini də hər zaman gündəmdəsiniz. İsrailin isə mövqeyi belədir ki, bu İran hakimiyyətinə inanmaq olmaz. Yəni bununla sərt davranılmalı. O silahlı qruplara qaldı da, sizin sualınızda o məqamda var idi. Bəli, yəni ola bilsin Amerika, ola bilsin İsrail, hətta Səudiyyə Ərəbistanı işin içində ola bilər. İranda yaşayan ərəblər, bəluclar zaten əvvəlcədən də silahlıydılar və kürdlər kifayət qədər silahlanıblar. Və yenidən qarşıdurma olsa, yenidən mərkəzi hakimiyyətə qarşı silahlı qruplaşmalar fəaliyyətlərini aktivləşdirəcəklər. Amma indi etirazlar var orada, İranda etirazlar, tələbələr... Bəli, tələbələr universitetlərdə etirazlar yenə də qalxıb və bu arada bir xəbər də gəldi ki, İrana müxalif olan İraqdakı Kürd qruplaşmalar bir koalisiya yaradıblar. 4 qruplaşma koalisiya yaradıb və o koalisiya nə deməkdir? Yəni İranda qarışsalar, həmin o Kürd silahlı qruplar yenidən İranın daxilində silahlı qarşıdurmaya gedəcəklər. Bəluclar da həmçinin, ərəblərin də bir hissəsi həmçinin. Yəni mən hesab edirəm ki, Amerika, Trump fikirləşir ki, əgər bu dəfə vursam gərək məsələni bir dəfəlik həll edim. Trump üçün böyük biabırçılıq olar ki, bu qədər hərbi gəmini İran sahillərinə yaxınlaşdırdıqdan sonra desin ki, vurmuram, gəmilər geri qayıdır. Çünki konqresdə sırağa gün çıxış elədi və açıq bir cümlə işlətdi. Dünyada ən çox terroru dəstəkləyən dövlətlə biz məsələni həll etməliyik. İranın nəzərində. Bu çıxış da ortada var. Yəni, bu sənin açıqlamaların 2 dəfə açıqlama verdi, amma geri addım atdı. Nə idi? Birinci dəfə dedi ki, İranda bu etirazçılara güllə açılsa, bu mənim üçün qırmızı cizgi olacaq, İranı vuracaq. İranda etirazçılar nəyə ki güllə atıldı, qətliamlar həyata keçirdi. Bunu İran rejimi də etiraf etdi. Trump qərar vermədi. İkinci dəfə açıqlaması oldu.
ki, əgər həbs olunanlar edam olunarsa, bu da mənim üçün qırmızı çizgi olur. Düzdür, kütləvi edamlar barədə məlumat olmadı, amma son gələn xəbərlərlə ki, edamlar da İranda başlayıb. O həmin hadisələrdə həbs olunanların edamları da başlayıb. Yəni Trampın geri addım atması artıq çətin, özü üçün çətinləşib. Yəni bu qədər addım atandan sonra, bu qədər açıqlama verəndən sonra, hərbi gəmiləri İran sahillərini topladıqdan sonra hansısa şəkildə bir əməliyyat həyata keçmək. Çünki yenə də təkrar edirəm, uran zənginləşdirilməsi mövzusunda iki dövlətin ortaq məxrəcinə gələcəyini söyləmək çətin. İran mühafizəkarları da bunu anlayırlar ki, toqquşma qaçılmazdır. Və bu səbəbdən son vaxtlar Rusiya və Çindən daha çox hərbi texnika almağa başlayıblar. Rusiyadan qırıcı təyyarələr alırlar. Çin isə İrana hərbi gəmilərə zərbə endirə biləcək sualtı raketlər verib. Çünki Rusiya kimi Çin hakimiyyətdə İran mühafizəkarlarının məğlub olmasını istəmir. Amma burada bir məqam var. Əgər müharibə başlasa və İran rejimi vaxtlasa, İran rejimini nə Çin, nə də Rusiya xilas edən deyil. Rusiya prezidenti Vladimir Putin əvvəl də söyləmişdi ki, biz İranla tərəfdaşıq, amma bizə çox da arxayın olmasın. Biz gəlib onları quyudan çıxarası deyilik. Buna oxşar bir açıqlaması olmuş. Çin də İkinci Dünya müharibəsində vətəndaş müharibəsi olmuş. Sonra Koreyada, bəli, 50-ci illərdə biraz Amerikanlara qarşı savaş olmuş. Amma o tarixdən bu yana Çin heç bir dövlətlə savaşmayıb. Savaş da marağında deyil, çünki əsas iqtisadi gücünü düşünür. Bax, bir misal sizə deyim də. Bugün Almaniyanın kansleri Çində səfərdədir. O müzakirə etdiyi mövzulardan biri də Friedrich Merz. Müzakirə etdiyi mövzulardan biri də Xi Jinpinglə, Çin liderindən. Ki, bəlkə siz Moskvaya təsir edəsiniz, sizin əlinizdə çox imkanlar var. Putin sizi eşidər. Müharibə dayansın. Bundan əvvəl Macron da Çinə səfər etmişdi, eyni xahiş etmişdi. Amma Xi Jinping bu xahişləri eşitmir. Əksinə Rusiya-Ukrayna müharibəsi indi Çinə biraz da maraqlarına cavab verir ki, Rusiyanın Çindən asılılığı artıb. Rusiya məcbur qalıb Çinə Avropaya sata bilmədiyi nefti, qazı ucuz qiymətə Çinə satır. Eləcə də İranla bağlıdır. Əgər Amerika İranı vursa, Çin gəlib İranı quyudan çıxarası deyil. Hərbi texnika satır, eləyir. Amma tutuq ki, gəlib o İrana görə Amerika ilə savaşacaq halı deyil. Rusiya da İranı xilas edən deyil. Ona görə özü İran mühafizəkarları bu illərdə o qədər yarıtmaz xarici siyasət yeridiblər ki, bir də bölgədə tərəfdaşı da yoxdur ki, onu ciddi şəkildə müdafiə eləsin. Yoxdur tərəf. Hamıya dil uzadıb. Azərbaycana dil uzadıb. Türkiyə baxmayaraq ki, vasitəçilik təşəbbüsünə çıxır, amma PKK-nı silahlandıran, yaralı PKK-ları öz ərazisində müalicə elətdirən kim idi? İran idi. Türkiyəyə belə dirsək göstərir. Baxmayaraq ki, Türkiyə İrana hər zaman yaxşılıq etməyə çalışır. Türkiyə bu ərəb ölkələrlə münasibətlərin bəllidir İran. Ya bir tərəfdaşı yoxdur ki, Amerika ilə kəllə-kəlləyə gəlsin, yox, vurma, bu mənim tərəfdaşım. Bu yarıtmaz xarici siyasətin nəticəsidir. Və bu günlərdə bir maraqlı xəbər də gəldi İrandan. Deməli, bu İbrahim Rəisinin helikopteri Azərbaycanda bir tədbirə qatılmışdı sərhəddə. Geri qaydanda qəzada partladı. Qəza idi, nə idisə də, indi sonra bir komplo teoriyaları da söylənir ki, ola bilsin hansısa xarici qüvvə, daha çox Amerikanın, İsrailin adı çəkilirdi. Helikopterin, belə deyək də, mexanizminə nəsə zərər vurub partlayıb. Amma İran mühafizəkarları heç vaxt buna demirlər. Deyirlər, yox, adi bir qəzadır. Amma sırağa gün İran prezidenti Məsud Pezeşkiyan əyalətlərin birində çıxış edərkən bir cümlə işlətdi. Dedi, bu dövlətlər, yəni Amerika ilə İsraili nəzərdə tuturdu. Prezidentimizi öldürdü, alimlərimizi öldürdü. Alimlər bəllidir də, İsrail kəşfiyyatı 20 il ərzində atom elektrik stansiyasında çalışan aparıcı alimlərin həqiqətən kəşfiyyatın əli ilə öldürdü İranda. Özdə öldürənlər birbaşa İsrailə aid adamlar deyil də, yəni kəşfiyyatın öyrətdiyi İran vətəndaşlarıdır. Və daha çox da Əfqanlardan şübhəli bilinir. Çünki Əfqanistanda uzun illər müharibədə xeyli Əfqan sığınacaq tapıb. Milyonlarla Əfqan İranda sığınacaq tapıb. Və belə bir versiya var ki, İsrail kəşfiyyatı bəzən onlardan da istifadə edir. Nəysə, yəni alimləri öldürdü. Bəs İbrahim Rəisi nə idi? Axı siz etiraf etmirdiniz ki, kimsə helikopteri vurub. Demək ki, daxildə bu müzakirələr İranda gedirmiş və Pezeşkiyan buna səsləndirdi ki, prezidentimizi də vurdunuz, öldürdünüz, alimlərimizi öldürdünüz. Üstəgəl Hamas lideri ki, İrana gəlmişdi, prezidentin and içmə mərasimində işləkir, biabırcasına onu da elə Tehranda öldürdülər. Yəni, İran gözü qarşısında. Qasım Süleymani Trump konqresinə çıxışında xatırlatdı ki, mən əmr verdim, öldürdüm. Yaxşı,
Qasım Süleymanın intiqamını axı İran ala bilmədi. Çox deyirdi ki, intiqam. Ən parlaq generalları idi da bunlar. 2 dənə, 3 dənə Amerikan İraqdakı boş hərbi bazasına raket vurdu və Trumpa sonra zəng elədilər ki, bununla da işimizi bitirək də, daha uzatmayaq. Bu da belə. Ona görə bəzən deyirlər, yəni Amerika vursa İran belə bir intiqam alacaq, oranı dağıdacaq, buranı dağıdacaq. 12 günlük müharibədə İranın belə deyək də, Amerika da vurdu da İranı. İsrail qədər vurmasa da Amerika da vurdu, uranı zənginləşdirmə məqsədi. Sonluğu Amerika qoydu da, son möhürü o ki, böyük Sonluğu bomba. Amerika qoydu. Amerikaya nə cavabı oldu ki İranın? Qasım Süleymaniyə nə cavabı oldu ki İranın Amerikaya? Yəni, düzdür, əlində necə əks həmlələr həyata keçirə bilər? Hərbi dildə bir termin var, dron sürüsü ilə hücum. Birinci istiqamət bu olacaq ki, dron sürüsü ilə o Amerikan hərbi gəmilərinə yəqin zərbə vurmaq istəyəcək, müharibə başlayarsa. Amma Amerikan hərbi gəmilərinin çox güclü hava müdafiə sistemləri var. Hə, o dronla yaxın gəlməm olmayacaq, mümkün deyil. İkinci ballistik raketlərdir. Bu ballistik raketlərlə birinci İsraildəki hədəfləri vuracaq. Hədəflər deyəndə hara gəldi atacaq, yəni da baxmayacaq. Çünki elə bir imkanları da yoxdur ki, mütləq İsrailin hərbi mərkəzlərini vursun. Amma İsrail də xəbərdar edib İranı ki, müharibə başlasa, sizin raketlər hara gəldi atılsa İsraildə, bunun cavabı çox sərt olacaq. Bax, belə bir cavabı olacaq. Ona görə müharibə ehtimalı ilə danışıldı. 2 aydır müharibə ehtimalı haqqında fikirlər söylənilir. Bugün vurar, sabah vurar. Amma hadisələr həqiqətən buna doğru gedir. Düz biz münəccim deyilik ki, dəqiq tarixi deyək. Amma mən başqa bir ehtimal görmürəm. Çünki əgər danışıqlarda nəticə yoxdursa, İran xarici və təhlükəsizlik siyasətini korrekt etmirsə və sabah yenə də İranda etirazlar başlasa, heç kim sığortalanmır ki, yenidən gülləbaran və ya qətliam olmayacaq, tələbələr yenidən qalxılır. Bu o deməkdir ki, bəli, İran ətrafında halqa getdikcə daralır.